Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Sizinlə Mətanət Əliyevadır. Studiyamızda Bakı vaxtıdır. Bugünkü mövzumuz son günlərdə baş verən mina hadisələri ilə bağlı olacaq. Gündəmin ən aktual hesab etdiyimiz mövzulardan biri olduğu üçün biz bu məsələ ilə bağlı studiyamıza dəvət etdiyimiz, bu sahə ilə birbaşa proseslərin içində olan dəyərli ekspertimizlə suallara cavab axtarmağa çalışacağıq. Qonağımı sizə təqdim edirəm. Minalar əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyinin ANAMA-nın İctimai Şurasında katib Hafiz Səfixanovdur. Hafiz müəllim, xoş gördük sizi. Xoş gördük. Az əvvəl də qeyd elədim, gündəmin ən ağır mövzularından biri ilə bağlı sizi bura dəvət etmişik. Bildiyiniz kimi son günlərdə 3 mina hadisəsi baş verdi. Biz son günlərdə baş verən 3 hadisə və bu hadisədə zərər çəkmiş insanların kateqoriyasına görə mövzunun çox ağır və aktual, xüsusilə də həssas olduğunu zəruri hesab etdik. Hafiz müəllim, Cəbrayıl rayonunda, Ağdam rayonunda 3 mina hadisəsi baş verdi və bu hadisələrdə Dövlət Sərhəd Xidmətinin hərbçisi, ANAMA-nın əməkdaşı və 3 mülki Azərbaycan vətəndaşı ağır xəsarətlər aldı və həyatını itirənlər oldu. Nə demək istəyirdiniz bu məsələlərlə bağlı? Və onu da xüsusi olaraq qeyd edeyim ki, rəsmi Bakı, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi səviyyəsində beynəlxalq ictimaiyyətə bu hadisələr baş verən anda rəsmi müraciət olundu və beynəlxalq ictimaiyyətə bir çağırış edildi ki, Ermənistan tərəfini məsuliyyətə cəlb etməyin artıq vaxtıdır və keçir. Buyurun, sizi dinləyək. Təşəkkür eləyirəm. Həqiqətən də son bir neçə gün ərzində baş verən hadisələr hamını sarsıdıb. Bu bir daha onu göstərir ki, minalar elə bir silahdır ki, o öz qurbanlarını seçmir. İstər mülki şəxslər olsun, istər hərbiçilər olsun, qoca olsun, uşaq olsun. Minalar öz qurbanlarını seçmir. Minalar əgər quraşdırılıbsa, o ya təmizlənməlidir, məhv olunmalıdır və yaxud da öz qurbanını gözləyib partlamalıdır. Həqiqətən də Ağdam rayonu ərazisində baş verən və 2 azyaşlının da ağır yaralandığı mina hadisəsi böyük rezonansa səbəb oldu. Dünən Cəbrayıl rayonu ərazisində bir hərbiçimiz mina partlayışı nəticəsində həyatını itirdi. Ümumilikdə götürdükdə Azərbaycandakı mina qurbanlarının sayı 2-ci Qarabağ müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixdən sonra axırıncı hadisələr də nəzərə alsaq 393 nəfərdir. Bunlardan 71 nəfəri həlak olub. Təəssüf ki, bu 71 nəfərin 55 nəfəri mülki şəxslərdir. 322 nəfər isə müxtəlif dərəcədə bədən xəsarətləri alıblar və bunlardan da böyük əksəriyyəti 153 nəfər səhv eləmirəmsə mülki şəxslərdir. Bu statistika müharibə bitdikdən sonra bu günə qədər baş verən hadisələrin statistikası. Deməli, bu statistika sırf mina partlayışlarının nəticəsində zərər görmüş, həyatını itirmiş və ya ağır dərəcədə yaralanmış insanlara əhatə edilir. Əgər biz minalar əleyhinə fəaliyyətin beynəlxalq standartlarının bəzi elementlərini bu hadisələrə tətbiq etmiş olsaq, bu say çox azdır, bu say dəfələrlə artır. Biz birbaşa rəsmi strukturlar, birbaşa təsirə məruz qalmış insanların statistikasını verirlər. Ona görə də biz bütün tədbirlərdə, həm yerli, həm beynəlxalq tədbirlərdə bu məsələni qabardırıq ki, Azərbaycanda mina qurbanlarının sayı artır. Azərbaycandakı mina qurbanlarının sayı ümumiyyətlə 91-ci ildən götürdükdə Cənubi Qafqazın digər regionlarında olan bütün mina qurbanlarının sayından çoxdur. Və bu statistika artmaqda davam edir. Baxmayaraq ki, ölkəmizdə tam həcmdə mina təmizləmə əməliyyatları həyata keçirilir. Müəyyən maarifləndirmə proqramları həyata keçirilir. Amma insanlarımızdakı bəzi səhlənkarlıqlar bu tip hadisələrin baş verməsinə təəssüf ki, səbəb olur. Hafiz müəllim, 5 ilə yaxın zaman keçib 44 günlük savaşdan sonra və sizin də qeyd elədiyiniz kimi mina qurbanlarının sayı artır. Azərbaycan hökuməti Ermənistan tərəfinə bir çağırış eləmişdi müharibə başa çatdıqdan sonra mina xəritələrinin Azərbaycan tərəfinə verilməsi ilə bağlı. 2021-ci ildə belə bir proses oldu. Azərbaycan tərəfinə müəyyən xəritə, müəyyən sənədlər verildi. Amma görünən mənzərə odur ki,
və Azərbaycan hökumətinin açıqladığı rəsmi bəyanatlarda mina terroru ilə bağlı açıqlanan rəsmi mövqelərdə də görünür ki, Azərbaycan tərəfinə Ermənistanın verdiyi sənədlər yetərli deyil və yetərli olmadığına görə də bax bu qurbanlar, bu hadisələr baş verir. Durmadan ANAMA tərəfindən bu proses çox ciddi şəkildə torpaqlarımız təmizlənir. Amma qeyd elədiyim kimi yetərli olmadığı üçün bax bu acı hadisələrlə qarşılaşırıq. Ümumiyyətlə bu xəritələrin verilməsi, keçən 4 il ərzində o xəritələrin üzərindən aparılan iş və ya o xəritələrdən də başqa Azərbaycan hökumətinin torpaqlarımızı minalardan təmizlənməsi ilə bağlı görülən işlərlə bağlı sizin fikirlərinizi bilmək istəyirəm. Buyurun. Həqiqətən də 2021-ci ildə Azərbaycan hökumətinin israrlı tərəflərindən sonra və bəzi beynəlxalq aktorların məsələyə qoşulmasından sonra Ermənistan bir neçə partiyada minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etdi. Birinci partiyada Ağdam rayonu üzrə xəritələr verildi. Orada 97 min minanın olduğu bildirilirdi. İkinci hissədə verilən xəritələr Füzuli və Zəngilan rayonları üzrə idi. Orada 92 min minanın olduğu bildirilirdi. İlin sonunda, 21-ci ilin sonunda 3-cü partiyada xəritələr verirdi və orada digər ərazilərdə, belə deyək də, başlığı altında verilən xəritə idi. Orada say göstərilmədi. Və nəhayətdə Murov ətrafı, Kəlbəcər rayonu ərazisinə aid xəritələr verildi. Və sonraki araşdırmalar göstərdi ki, bu xəritələr sırf keçmiş təmas xəttinə aid olan əraziləri əhatə eləyir. Yəni 27 sentyabr 2020-ci il tarixə olan təmas xəttini əhatə eləyir və Araz çayından başlayıb Murov dağında qutaran bir ərazidir. Təxminən 280-300 kilometrlik bir ərazidir. Və ümumi say 396 mindən bir qədər çox minanın olduğunu göstərirdi həmin xəritələrdə. Amma sonra bizim müvafiq strukturlarımız yerdə həmin xəritələrin yoxlanmasını həyata keçirdilər və dəfələrlə rəsmi surətdə bəyan olundu ki, bu xəritələr həqiqəti əks etdirmir və bu xəritələr bəzi yerlərdə heç 25% dəqiqlikdə deyil. Bizim qarşılaşdığımız ikinci əsas problem isə ondan ibarətdir ki, bu baş verən mina insidentlərinin analizi bizə bunu deməyə əsas verir ki, mina və partlamamış hərbi sursatlarla bağlı baş vermiş partlayışların 55%-dən çoxu, 55% təxminən keçmiş təmas xəttindən kənarda baş verən hadisələrdir. Yəni xəritələrdə göstərilməyən ərazilərdir. Yəni təmas xəttini keçdik və təmas xəttini keçəndən sonra harda nəyin olması barədə bizim heç bir məlumatımız yoxdur. Ümumiyyətlə dünya praktikasında da belədir ki, əgər siz hansısa bir ərazini minalardan, partlamamış hərbi sursatlardan təmizləmək istəyirsinizsə, iki mənbədən məlumat almalısınız. Bir, bu xəritələrdir. İkincisi, orada yaşayan yerli əhalidir. Yerli əhalidən məlumat toplanır ki, harda insan miniyə düşüb, harda heyvan, çöl heyvanı miniyə düşdü və yaxud ev heyvanı miniyə düşdü, harda görmüsünüz təxmini. Hafiz müəllim, bizdə indi xəritələr hardan alır məlumatları? İndi mən onu deyim sizə. Buyurun. Bizdə xəritələr bu səviyyədə dəqiqlikdədir. Dedim 25%-ə çatmır. İkincisi də həmin ərazilərdə yerli əhali yoxdur ki, biz onlardan məlumat toplayaq. Ona görə də biz keçmiş təmas xəttini keçdikdən sonra qarış-qarış yoxlamalıyıq. Çünki heç bir məlumatımız yoxdur, heç bir informasiyamız yoxdur. Bu da çox uzun bir zaman alır. Ümumiyyətlə minaların təmizlənməsi çoxlu vaxt və külli miqdarda vəsait tələb edən məsələdir. Çünki Azərbaycan hökuməti, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına görə yalnız humanitar mina təmizləmə həyata keçirir. Humanitar mina təmizləmə BMT standartları ilə minaların təmizlənməsidir. Və bu da Azərbaycan deməli külli miqdarda vəsait və vaxt tələb edən məsələdir. Bunu nəzərə alaraq 2021-ci ildə müharibə bitəndən dərhal sonra ölkə başçısının müvafiq sərəncamı ilə ANAMA yenidən quruldu. Köhnə ANAMA'nın bazasında Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri humanitar mina təmizləmə prosesinə cəlb olundu. Sonradan 4 kommersiya şirkəti yaradıldı ki, minaların təmizlənməsinə cəlb olundu və bir qeyri-hökumət təşkilatı hazırda minaların təmizlənməsini həyata keçirir.
Mən qeyd etdim ki, minaların təmizlənməsi külli miqdarda vəsait tələb edən məsələdir. Və bütün bu proseslərin hamısı Azərbaycan dövlət büdcəsinin hesabına demək olar ki, həyata keçirilir. Çünki bizim xaricdən aldığımız yardım problemə adekvat deyil. Bütün mina təmizləmə prosesinə sərf olunan vəsaitin 95-96% ölkə büdcəsinin hesabına həyata keçirilir. Azərbaycan minaların təmizlənməsinə, minalarla mübarizə proqramlarına çəkilən xərclər məsələsində yerli büdcə hesabına, dövlət büdcəsi hesabına çəkilən xərclərdə birinci yerdədir. Yəni bu bir daha onu göstərir ki, bu Azərbaycan hökuməti üçün nə qədər prioritet məsələdir. Azərbaycan dünyada ilk yerdədir yerli büdcə hesabına minaların təmizlənməsi məsələsində. Burada canlı qüvvə artırılır ilbəil, maşın mexanizmlər, məsafədən idarə olunan robot texnikalar ölkəyə gətirilir. Artıq bir yerli şirkət bunun istehsalına başlayıbdır. Hafiz müəllim, nə qədər ərazimiz minalardan bu günə qədər təmizlənib? İşğaldan azad olmuş torpaqlar. Təxminən yox, elə hardasa bir 200 min hektara yaxın ərazi minalardan təmizlənib, son istifadəçiyə təhvil verilib. 200 min hektara yaxın ərazi. Nə qədər ərazimiz qalıb ki, risklidir, təhlükəlidir? Hə, deyim. Deməli, bu təmizlənmiş ərazilərdən 36 mindən çox piyada əleyhinə mina tapılıb, zərərsizləşdirilib. 21 mindən çox tank əleyhinə mina tapılıb, zərərsizləşdirilib və 133 min partlamamış hərbi sursat. Təsəvvür edirsiniz bunun hansı rəqəmlərdir? Azərbaycanın ərazisinin 13% ümumi götürüldükdə mina və partlamamış hərbi sursatların təsiri altındadır. Bu rəsmi rəqəmdir. Ölkə ərazisinin 13%. Və biz bundan hələ ki yalnız 200 min hektara yaxın ərazini təmizləmişik. Çünki ərazi həddindən artıq böyükdür. Orada böyük işlər aparılır. Həm Qarabağda, həm Şərqi Zəngəzurda. O mina təmizləmə əməliyyatları ölkə hökumətinin müəyyən etdiyi prioritetlər əsasında həyata keçirilir. Çünki insanlar ora qayıtmalıdır, yaşayış məntəqələri salınmalıdır, infrastruktur yaradılmalıdır. Yəni hamısını birdən eləmək mümkün deyil. Nə qədər zaman, bax bu texniki güclə, canlı qüvvə ilə, yəni malik olduğumuz nə qədər zaman lazım olar ki, yerdə qalan ərazilər rəsmi məlumat 2022-ci ildə səhv eləmirəmsə bu idi ki, 25 il vaxt lazımdır və 30 milyard Amerika Birləşmiş Ştatları dolları. Bütün ərazilərin bu ərazilərin tamamilə təmizlənməsi. 25 il. 25 il bəli. Amma indi bir iş də var ki, bu əvvəl verilmiş bir rəsmi məlumatıdır. Ondan sonra o dediyim qüvvələr artırılıb və artırılmaqda davam eləyir. Həm canlı qüvvə mina təmizləmədə, əllə təmizləmə belə deyək də ideal təmizləmə sayılır. Həm maşın mexanizmlərin sayı artırılır, mina axtaran itlərin sayı artırılır. Bir neçə ildir şovullar gətirilib, mina axtaran şovullar, onların sayı artırılır. Bunun hamısı ona xidmət edir ki, bu müddət qısalsın. Hafiz müəllim, biz o məsələlərdən danışdıq ki, xeyli ərazi təmizlənib, amma yenə də təmizlənməmiş kifayət qədər böyük bir ərazi var. Ümumiyyətlə, işğaldan azad olunmuş torpaqlarda bu sualı ona görə sizə verirəm ki, ata və 2 az yaşlı minanın qurbanına çevrildilər. Azərbaycan vətəndaşının həmin riskli və təhlükəli ərazilərə girməməsi üçün işğaldan azad olmuş torpaqlarda sözü gedən ərazilər xüsusi nəzarətə götürülübmü? Ümumiyyətlə, ora vətəndaşların girməməsi üçün hansısa bir formada bir yəni xəbərdarlıq mı deyək? Yəni bu sözlə deyil, yəni göstərilmə şəklində olunurmu bu fəaliyyətlər işğaldan azad olmuş torpaqlarda? Ağdam rayonunun Qalayçılar kəndində olub bu son 3 mülki vətəndaşın minaya düşməsi. Ümumiyyətlə beynəlxalq praktikada belədir ki, maarifləndirmə prosesi, əhalinin maarifləndirilməsi prosesi minaların təmizlənməsi prosesindən az əhəmiyyət kəsb eləmir və bundan paralel aparılmalıdır. Ciddi bir hissəsidir bu işin. Mühüm bir hissəsidir. Mina təmizləmə qədər mühüm bir hissədir. Və bizdə də bu qaydada həyata keçirilir. ANAMA, ANAMA'nın partnyor təşkilatları, bizim təşkilatımız özü də
Biz demək olar ki, ayda bir neçə dəfə həmin ərazilərdəyik. Ora köçürülən insanların ilk görüşdüyü şəxslər bu maarifləndirmə proqramında iştirak edən şəxslərdir. Onlar maarifləndirilir, onlara bukletlər verilir, onlara izah olunur. İstər uşaq olsun, istər yaşlı olsun. Bundan başqa orada çalışan infrastruktur layihələrində işləyən insanlarla mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir. Və bir də onu əhalimizin nəzərinə çatdırım ki, bizim işğaldan azad etdiyimiz ərazi maşallah olsun o qədər böyükdür ki, onun bütün perimetri boyunca hərbisi və ya polis qoymaq mümkün deyil. İnsanlarımız şuurlu yanaşmalıdırlar. O ərazilər, təmizlənməmiş ərazilər, mina olduğuna şübhə olan ərazilər və ya birbaşa təsdiq olunmuş ki, minalanmış ərazilərdir, riskli ərazilər, o ərazilər hamısı işarələnibdir. O ərazilərin qarşısında məlumat lövhələri yerləşdirilibdir. Əhali maarifləndirmə tədbirlərinə cəlb olunur və əhalimiz şuurlu şəkildə bu məsələyə yanaşmalıdır. Mən sizə özümdən bir misal deyə bilərəm. Mən özüm də həmin ərazilərdənəm. 2021-ci ilin fevral ayında ilk dəfə biz bu məsələ ilə məşğul olan bir neçə mütəxəssis olaraq həmin ərazilərə səfər etdikdə mən doğulub boya başa çatdığım evin yerindən 30 metr kənarda dayandım, getmədim o yolu. Şuurlu şəkildə getmədim. Bəlkə də orada heç nə yoxdur 30 metrdə. Amma bəlkə də vardı. Mən bunu şuurlu şəkildə elədim və bu yoldaş, mənimlə olan yoldaşlar hamısı bunu təsdiq eləyə bilər. Yəni insanlarımız bayaq dediyim kimi başa düşməlidirlər ki, bizə xarici yardımlar çox azdır minaların təmizlənməsi ilə bağlı. Yardımlar var, yardım edən dövlətlər, təşkilatlar sağ olsunlar. Mən bir təşkilat rəhbəri olaraq bu fürsətdən istifadə edib təşəkkür edirəm. Amma bizim problemin miqyasını nəzərə alanda bu adekvat deyil. Və biz minaların təmizlənməsini demək olar ki, dövlət büdcəsi hesabına həyata keçiririk. Və əgər insanlarımız şuurlu şəkildə bu məsələyə yanaşsalar, bunlar həm də dövlətə xidmət etmiş olarlar, dövlətə kömək etmiş olarlar. Çünki hansısa bir ərazidə bir insanın minaya düşməsi o deməkdir ki, həmin əraziyə yaxınlıqda olan bütün mina təmizləmə əməliyyatı dayandırılır. Bütün qüvvələr həmin insanların ərazidən çıxarılmasına yönəldilir. Bu nə qədər vaxtdır, nə qədər vəsaitdir. Həm də ki, bu hər bir hadisə o mina təmizləyənlərin özünə bir psixoloji təzyiqdir. Ona görə də insanlar mina təmizləmə, maarifləndirmə tədbirlərində verilən tövsiyələrə ciddi əməl etməlidirlər. Şuurlu yanaşmalıdırlar. Bu sualı təsadüfən vermədim. Baxın, uzun fasilədən sonra, 30 ildən artıq bir zamandan sonra soydaşlarımız işğaldan azad olmuş torpaqlara, ata-baba yurtlarına geri dönürlər. Bax, bu son 3 hadisənin ikisi Cəbrayıl rayonunda, hansı ki soydaşlarımız yavaş-yavaş qayıdırlar yurtlarına və üçüncü də Ağdam rayonunda baş verib. Və bu ərazilərə soydaşlarımız geri qayıdırlar. Və mən sizdən bayaq da sual verdim ki, o riskli təhlükə doğuracaq o torpaqlarda xüsusi işarələmə qoyulubmu? Niyə? Və maarifləndirmədən biz danışdıq. Vətəndaş, yəni nə qədər insan səhlənkar olmalıdır ki, xüsusi təhlükəli elan olunan əraziyə yanında da az yaşlı ilə daxil olsun və belə ağır nəticə ilə belə bir faciə yaşansın. Sizə elə gəlmirmi ki, məlumatlılıq səviyyəsi bir qədər də artırılmalıdır? Yəni vətəndaşlar daha çox məlumatlı olmalıdırlar, mütləq, daha çox. Mütləq. Çünki siz də qeyd elədiniz ki, bu mina hadisələrindən özünü sığortalamaq üçün əsas təmizləmə əməliyyatı ilə paralel bu maarifləndirmə işi, məlumatlılıq səviyyəsinin artırılması çox önəmlidir. Yəni bu bir qədər də yüksək səviyyəyə qaldırılmalıdır. Necə hesab edirsiniz? Mütləq, mütləq lazımdır. Çünki bizim qurbanların sayı az olsun. Bizim yeganə çıxış yolumuz bundadır. Bir neçə ildir ki, keçmiş sərhədyanı rayonların orta məktəblərində 4-cü və 6-cı siniflərdə xüsusi fakultativ dərs keçilir. Maarifləndirmə mina təhlükəsi ilə bağlı. Çox yaxşı olar ki, mən bir təşkilat rəhbəri olaraq artıq uzun müddətdir bu məsələni qaldırıram ki, bu dərslər fakultativ əsasda yox, əsas dərs kimi keçirilsin və bütün ölkənin ərazisində. Bütün ölkənin ərazisində bu xüsusi məktəblərdə. Yox, orta məktəblərdə. Orta məktəblərdə. Orta məktəblərdə.
Yəni biz bunu bütün ölkə bizdə problem təkcə Qarabağda, Şərqi Zəngəzurda deyil ki, bu keçmiş SSR-nin bütün hərbi bazaları, bütün Azərbaycan perimetri boyu olubdu. Bizdə bu problem Naxçıvanda da var, bizdə bu problem Lənkəranda da var, Şimal zonasında, harda keçmiş SSR-nin hərbi hissələri olub, Gəncə şəhərinin özündə dəfələrlə hadisələr baş verir, şəhərin mərkəzində atılıb qalmış qranatlardır, patronlardır və digər elə partlamamış hərbi sursatlardır. Ona görə bu bütün ölkə ərazisində keçirilməlidir bizim fikrimizcə və intensivləşdirilməlidir. Sosial çarxlar və media. Bir qədər bu bizim yaralı yerimizdir. Mən bunu bir neçə dəfə demişəm. Bir qədər klassik formadan kənara çıxmalıyıq. Yeni innovativ metodlar, bəli, innovativ metodlardan istifadə olunmalıdır. Medianın gücündən, internetin imkanlarından istifadə olunmalıdır. Onlayn mediadan istifadə olunmalıdır. Əl telefonlarının imkanlarından istifadə olunmalıdır. Yəni klassik metodlardan biz bir qədər kənara çıxmalıyıq. Klassik metodlar qalsın, amma bu dediklərim də əlavə olunsun. Daha çox insana nüfuz olunması üçün. Bəli. Daha çox məlumatların paylaşılması üçün. Əvvəllər o zonaya daxil olan insanların mobil telefonuna mesaj gəlirdi ki, siz işğaldan azad olunmuş ərazilərə daxil olursunuz, ehtiyatlı olun, təhlükə var. Bu bir qədər keçdikdən sonra o mesajlar yığışıldı. Məsələn, o çox yaxşı bir halıdır ki, o mesajlar həmin hansı qurum tərəfindən telefonlara mesaj gəlir? Bütün belə deyək də internet telefon provayderləri tərəfindən gəlirdi. İstər adlarını çəkməyim. Sizcə niyə dayandırıldı? Bilmədim onu niyə dayandırdılar, amma bir müddət o mesajlar gəldi. İnsanların bəlkə elə buradan çağırış eləyəsiniz. Çox yaxşı olar. Bərpa olunsun. Çox yaxşı olar. O bərpa olunsun. Həm də nəzərə alsaq ki, artıq orada 20 minə yaxın insan yaşayır. Qayıdıbdı artıq. İndi Ağdam şəhərinə köç gözlənilir. Ağdamın kəndlərinə köç gözlənilir. Sayı artacaqdır. Siz hər bir belə deyək də şəxsin, hər bir uşağın yanına bir polis işçisi qoya bilməzsiniz ki, buradan kənara çıxma. Ona görə mən bayaqları dəfələrlə vurğuladım ki, insanlarımız şuurlu şəkildə yanaşmalıdırlar məsələyə. Hafiz müəllim, biz verilişin əvvəlində 2021-ci ildə Ermənistan tərəfinin Azərbaycan hökumətinə verdiyi xəritələrdən söz açdıq. Və bundan sonra bu prosesdə bir irəliləyiş olmadı ki, Ermənistan tərəfindən bizə, yəni Azərbaycan tərəfinə növbəti sənədlər təqdim olunsun. Baxmayaraq ki, Azərbaycan hökuməti, Azərbaycan dövləti rəsmi qaydada, yəni israrla bu sənədlərin Azərbaycan tərəfinə verilməsini, xəritələrin verilməsini tələb eləyir. Və sizin də qeyd etdiyiniz kimi bu xəritələrin növbəti xəritələrin verilməməsi daha çox itkiyə və mina təmizləmə prosesinə də ləngidir. Ümumiyyətlə, necə hesab edirsiniz? Bu məsələdə beynəlxalq səviyyədə Ermənistana təzyiq göstərilə biləcək addımların atmağın zamanı gəlməyibmi? Ki, o sənədlər daha tez bir qaydada. İstər Azərbaycan hökumətinin rəsmi qurumları, istərsə də bu problemlə məşğul olan vətəndaş cəmiyyəti təşkilatları bir gündə olsun o məsələni diqqətdən kənarda saxlamırlar. Daimi bu məsələ gündəmdədir. Məsələn, mən sizə deyim, keçən həftə BMT-nin həm New York ofisində, həm Cenevra ofisində Azərbaycan hökumətinin müxtəlif tədbirləri oldu və bir çox ölkələr həmin tədbirlərdə iştirak edib Azərbaycanı dəstəklədiklərini bildirdilər. Qeyri-hökumət təşkilatları da o cümlədən, məsələn, 2021-ci ildə biz 6 qeyri-hökumət təşkilatı bir petisiya başladıq. Ermənistanın bu xəritələrlə bağlı tutduğu mövqeyə görə. Çox az müddətdə 25 min, 30 minə yaxın insan dünyanın müxtəlif ölkələrindən o petisiyanı dəstəklədilər. Ondan başqa həmin fəaliyyət davam etdirilir. Bizim təşkilat gündəlik əsasda fəaliyyət göstərən bir təşkilat olduğuna görə hər bir hadisə barədə, hər bir yenilik barədə əlaqədə olduğumuz bütün beynəlxalq təşkilatları məlumatlandırırıq və onlarla Azərbaycandakı vəziyyətlə görülən işlər barədə məlumatlar verilir. Bir neçə il bundan əvvələcən, konkret olaraq 2023-cü iləcən Ermənistan ümumiyyətlə mina istehsal elədiyini inkar eləyirdi ki, Ermənistan biz dəfələrlə yazırdıq, şəkillər göndərirdik, videolar göndərirdik. İstər Anamadan götürdüyümüz şəkillər, istər Müdafiə Nazirliyindən götürdüyümüz şəkillər, istər özümüzün regionlardakı monitorinqlərimiz. Biz 3 il sərasər monitorinq aparmışıq. 22, 23, 24-cü illərdə 3 il sərasər monitorinqlər aparmışıq o ərazilərdə qarış-qarış. Bütün mina təmizləyənlərlə görüşmüşük, təşkilatlarla görüşmüşük, maarifləndirmə həyata keçirmişik. Yeri gəlmişkən buradan xüsusi təşəkkürümü bildirim
Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə həmin agentlik bu layihələri maliyyələşdiribdi. Yekunda nəyə nail olduq? Yekunda ona nail olduq ki, dünya ictimaiyyəti Ermənistanı mina istehsal edən ölkə kimi tanıdı. Və o, bu dünyada çox nüfuzlu olan bu hesabata, bu mənim əlimdə olan hesabata salındı və 2 ildir ki, bu hesabatda Ermənistanın mina istehsal edən ölkə olduğu təsdiq olunubdur. Və bütün hamı, bütün dünyada mina istehsal edən ölkələrlə maraqlandıqda birinci qarşılarına çıxan Ermənistandır. Yəni, nəyi demək istəyirəm? Onu demək istəyirəm ki, biz elə bir situasiya ilə qarşılaşmışıq ki, biz arxayınlaşmamalıyıq. Həm ölkə daxilində maarifləndirmə tədbirlərini genişləndirməliyik, imkan olduqca mina təmizləməni sürətləndirməliyik, mina qurbanlarına yardımları artırmalıyıq. Həm də ölkə xaricində belə deyək, fəaliyyətimizi ən azından azaltmamalıyıq, indiki səviyyədə saxlamalıyıq. Hafiz müəllim, son olaraq bizim efirdən, fürsətdən istifadə edib cəmiyyətə, vətəndaşlara hansı mesajları vermək istəyirsiniz? Dediyim kimi, insanlarımız dədə-baba torpaqlarına qayıdırlar. Çox şükürlər olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, ordumuzu qorusun. Bunlar hamısı onun hesabınadır. Amma biz yerin üstündəki düşməni məhv etmişik, məğlub etmişik. Amma yerin altındakı düşmənlə mübarizə davam edir. Ona görə də insanlarımız maarifləndirmə tədbirlərində verilən təlimatlara, qaydalara ciddi əməl etməlidirlər. Mən bunu xahiş edirəm. Öz fəaliyyətə yol verməsinlər. Səhlənkarlığa yol verməsinlər. Bu hadisələrin hamısını biz araşdırırıq mütəxəssis olaraq və o çox da elə şeylər var, biz onu efirlərdən demirik. İnsanlarımız bu və ya digər səbəblərdən də mina qurbanı olurlar, belə deyim. Və həm uşaqlar, həm böyüklər o maarifləndirmə tədbirlərinə xahişimiz odur ki, ciddi əməl etsinlər. Bununla da bayaq dediyim kimi həm özlərinin həyatını qorumuş olarlar, həm də dövlətə kömək etmiş olarlar ki, bu proses daha tez yekunlaşsın. Bir şeyi xüsusi qeyd eləmək istəyirəm, insanlarımız bunu diqqətdə saxlasınlar. Bu tək bizdə deyil, bütün dünyada bizim o dünya təşkilatları ilə ki, əlaqələrimiz var, onların hesabatlarını alırıq, tanış oluruq. Güllə, məsəl üçün deyirəm də, güllə yarası almış, hansısa bir silahın qəlpə yarası almış insanın amputasiya olunmuş insanla mina partlayışı nəticəsində amputasiya olunmuş insanlar arasında çox ciddi fərq var. Mina partlayışına məruz qalmış insanların 90-95%-də kəllə beyin travması olur. Onların əzalarının itirilməsindən əlavə, həmin o kəllə beyin travması ömürlərinin axırınacan onları izləyir. Zaman-zaman öz təsirini göstərir. O insanlar dəhşət dərəcədə əsəb olurlar. O insanlar bəzən özlərini idarə edə bilmirlər. Ətrafa adekvat reaksiya verə bilmirlər. Başqa əlillərdən fərqli olaraq. Ona görə də insanlarımız bütün bunları nəzərə alsınlar. Biz özümüzü aldatmamalıyıq. Bizim problemimiz çox ciddi problemdir. 3 günün, 5 günün problemi deyil. Biz bunu nəzərə alıb şuurlu şəkildə məsələyə yanaşmalıyıq. Mənim əhalimizə, insanlarımıza çağırışım bundan ibarətdir. Hafiz müəllim, studiyamıza gəldiyiniz üçün və gündəmin əsas prioritet aktual mövzularının hesab olunan ermənilərin mina terroru və bu terrorun qurbanına çevrilmiş vətəndaşlarımızın yaşadığı faciələrlə bağlı ünvanladığımız suallara əhatəli cavab verdiyiniz üçün minnətdarlığımı bildirirəm. Mən təşəkkür edirəm ki, bu problemi diqqətdə saxlayırsınız və ümid edirəm ki, bundan sonra da bu problem diqqətdə olacaq. Çünki bu qarşılaşdığımız problem ölkənin, mən deyərdim ki, 5 əsas problemindən biridir. Təşəkkür edirəm. Beləliklə, bizə ayrılan zamanın sonuna gəldik. Xatırladıram ki, bugün studiyamızın qonağı Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyində İctimai Şuranın katibi və Minalar əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov ilə son günlərdə baş verən mina hadisələri, bu hadisələrin qurbanına çevrilmiş Azərbaycan vətəndaşları, eləcə də Azərbaycan hökumətinin işğaldan azad olunmuş torpaqlarda həyata keçirdiyi geniş və böyük mina təmizləmə fəaliyyəti və bu proseslərdə qarşıya çıxan suallar və problemlərlə bağlı studiyamızın qonağı ilə bir çox məsələlərə aydınlıq gətirməyə çalışdıq. Sağ olun, sağlıqla qalın.